Salam dostlar. Hidayət Heydərov yenə də uduzdu. Bir daha deyəsən sübut olunur ki, Azərbaycan çempionları ac olmalıdırlar. Tox olanda heç cür onların nəticə göstərə bilmirlər. Olimpiya oyunlarından sonra birinci dəfə dünya çempionatının ilk görüşündə uduzmuşdu. Bu günlərdə də Peruda keçirilən Grand Prix yarışında uduzdu. İlk görüşdə heç kimin tanımadığı idmançıya. Bir daha sübut olunur ki, öz üzərində daha yaxşı işləmək lazımdır, formanı qaytarmaq lazımdır. Əgər 3 ildən sonra yenə də ikinci dəfə Olimpiya çempionu olmaq istəyirsə. Bunu bir yana qoyaq. Hidayətlə yanaşı Zelim Katsoyev da uduzdu. Düzdür, o Avropada ikinci, dünyada üçüncü olmuşdu. Amma bu dəfə medala bir addımla da uduzdu. Bəlkə də bizi sevindirəcək başqa bir fakt var ki, Peruda, Grand Prix'də Azərbaycanın 3 idmançısı Könül Əliyeva, Rəşad Yelkiyev və Kənan Nəsibov ilk dəfə mükafata layiq görüldülər, 3-cü yeri tutdular. Ən əsas da Kənanın çıxışı bizi şad eləyir, çünki Kənan ən ağır çəkidə 3-cü yeri tutdu. Ümid edirik ki, 3 gündən sonraki Meksikada keçiriləcək yarışda bizim Olimpiya çempionları bundan yaxşı çıxış edəcəklər. Tox çempion heç vaxt qızıl medal qazanmır. Ac olmaq lazımdır.